Hər vaxtınız xeyirli uğurlu olsun əziz xanımlar. Yenə mən gəldim. Yenə yeni bir vlog ilə qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. Tək yaxşı olun. Mən də şükürlər olsun yaxşıyam. Deməli qızlar, videonun da başlığından gördüyünüz kimi bir dəfə kargo açılımı videosu olacaq. Temudan sifariş etdiyim məhsullar gəlib. Gəlin bir yerdə açaq, görək nələr gəlib. Təbii ki, nələr gəldiyini mən artıq bilirəm. Çünki bu sifarişi çoxdan vermişəm, artıq çoxdan çəkilişini etmişəm və videolarımı bilirsiniz, mən öncə çəkib daha sonra üstündən səsləndirmə edirəm. Çünki bizim evdə video çəkərək səsləndirmək biraz qəliz məsələdir. Ona görə ki, belə deyək ki, çox səs-küy olur da kənardan. Ona görə çalışıram ki, videonu çəkib, həm də məsələn burada klokların səsi falan çox gəlməsin deyə öncə çəkirəm və səsini azaldıb öz səsimiz üzərindən yazıram ki, artıq səslər sizi narahat etməsin. Ona görə də səssiz çəkib üstündən səsləndirməyi daha uyğun görürəm. Nəysə qızlar, indi isə keçid edək vlogumuza. İlk məhsulu açıram və qızlar, burada hər bir məhsulun həm şəklini, həm də məhsul nömrəsini də buradan paylaşacağım ki, kimsə əgər istəyərsə həmən məhsulun kodu ilə artikulu Temuda axtarış yerinə yazaraq tapa bilsin rahatlıqla. Və həm də ki, qızlar, istəyirəm ki, real görünüşü ilə şəkildəki görünüşün nə qədər uyğunlaşdığını görmüş olasınız. Çünki bəzən olur ki, şəkildəki ilə real görünüşü fərqli olur. Ona görə də istəyirəm belə yan-yana görsədim nə qədər uyğunlaşdığını görmüş olasınız siz də. Deməli qızlar, birinci balaca mini güldanı idi. Onu düzdür biraz böyük gözləyirdim, amma o da kiçik gəldi. O da yəni eybi yox, yenə də bəyəndim. Bu isə yenə də bunu çox bəyəndim əslində. Çox belə qəşəng, kreativ, gözəl görünüşü var. Bu isə nədir qızlar? Bu da yenə də həm güldan kimi istifadə etmək olar. İçinə bir dənə gül falan qoyub və yaxud ki, içinə ətir, bu otaq ətirlərindən töküb, içinə çöp qoyub, belə yəni ətirləndirici qab kimi də istifadə etmək olar. Çox bəyəndim onu da. Bu isə qızlar nədir? Bu dekordur, elə belə taxtadan dekordur. Deməli qızlar, bilirsiniz, məndə mətbəxdə bir kofe köşəm var. Pinterest tərzi bir kofe köşəsi düzəltmişdim. İndi həmən köşəni yeniləmək istəyirəm, bir dəyişiklik etmək istəyirəm. Bunu da sifariş etdim ki, bəlkə orada neysə bir işə yarayar. Bir sözlə o dəyişikliyi də sizinlə birlikdə edəcəm mütləq. Əgər yəni bunu da orada istifadə etsək, görmüş olasınız orada. Daha sonra növbəti məhsulumuzu açaq qızlar. Bu nədir? Bu isə korsetdir qızlar. Belə bir korsetləri burada maraqlanmışam. Bakıda mağazalarda çox baha qiymətə satılır. 50 manat üzəridir qiyməti. Mən isə Temuda bunu çox uyğun qiymətə aldım. Yəni endirimlə aldığıma görə, düzdür orada da həmən qiymətə yaxındır, amma endirimlə aldığıma görə ucuz başa gəldi və görürsüz də, yəni belə içindən belə həm belə bağlanır ölçüyə görə, həm üzərindən də belə zamokla gedir, həm də belə korsetlər bilirsiniz bəzən içində o sümük qabırğa deyilən şey olmur, bunda isə var. Yəni tam bədəni şəkilləndirən bir korsetdir. Həm də yəni bunu belə korsetləri adətən gündəlik taxırlar ki, güyamış ki, bədən şəkillənir də, formaya düşür. Və həm də ki, geyimlərin də altından çox qəşəng rahatlıqla geyinmək olar, bədəni yığır, belə deyək. Bu isə qızlar, bir dəfə bu kapron kalqotkadan almışdım, çox qəşəng çıxmışdı. Ona görə təkrarən birini də vurdum. Bu bildizdə bu lukra deyilən kapronlardandır, gec cırılan, düzdür cırılmayan kalqotka yoxdur, amma çox gec cırılandı da, materialı keyfiyyətlidir. Və daha sonra bu isə burada videosunu qoyacağım. Bunu bəlkə də görmüş olarsınız. Belə quraşdırmaq lazımdır. Burada sadəcə olaraq vaxt olmadı quraşdırmağa. Daha sonra bunu ayrı bir vlogda göstərəcəm ətraflı sizə. Deməli altından şam yandırıb orada göstərirəm. Altında belə yer var, ora şam qoyursan və fırlanır. Orada pərvanələr də uçuşur. Çox qəşəng görünür. O da çox ucuz belə qiymətə aldım.
Daha sonra qızlar belə bir kofta almışam özümə. Bu koftadan bir dəfə almışdım bənövşəyi rəngində. Bəlkə də shortslarda paylaşmışam, görmüsünüz artıq. Bəlkə də deyirəm, bəlkə də paylaşmamışam, yadımdan çıxıb artıq. Və o koftanı o qədər çox bəyənmişdim ki, eyni o koftanın belə qara rəngində sifariş etdim. Belə görsənə material olmağına baxmayın, onsuz da onu, yəni pridelka mayka ilə altından pridelkalı mayka geyinirəm. Digər yəni koftanın altından geyinirdim. İndi bunu da elə geyinəcəm. Və çox bəyənmişdim həqiqətən də. Əynində də görünüşü gözəldir. Və daha sonra belə bir kofta almışam. Yenə də bunu da biraz tərəddüd edirdim almaqda, amma gəldi, giyindim, primerka elədim. Bu da çox bəyəndim, xoşuma gəldi. Belində belə bir detayı da var, ipi. Yəni çəkib belə otuzdurmaq da olar, boşda saxlamaq olar. Bir sözlə bunu da çox bəyəndim. Materialı da belə şifon kimi materialdır, axan. Bir sözlə iki koftanın ikisini də çox bəyəndim. Belə deyəs ki, bəlkə də nə tez-tez çox kofta alırsan, görürəm qızlar endirimə düşüb, yəni ucuz qiymətədirsə niyə də almayım? Xoşlayıram ki, evdə dəyişik olsun, yəni toy olmasa da, yəni bayrama, özəl günlərə harasa gedəndə dəyişik geyimlərim istəyirəm ki, çox olsun. Ona görə də endirimə düşdükcə, münasib qiymətə düşdükcə alıram. Və belə qızlar, açdığım kargonun son məhsuludur. Bu da fincan dəstidir, kofe fincanı dəstidir. Yadınıza gəlirsə baldızımla alış-verişə gedəndə, o vloqda izləyənlər varsa, o biləcək nədən danışıram. Orada bir fincan dəsti görmüşdüm, kofe fincanı dəsti. Çox ürəyim getmişdi də, ona xoşum gəldi. O da bunun kimi rəngarəng idi, hər fincan bir rəngdə idi. Amma orada fincanlar, nəlbəki də fincan rəngində idi. Amma burada nəlbəklər hamısı eyni rəngdədir. Bir tək fincanlar fərqli rəngdədir. Və düzünü desəm ki, o fincanın da gözüm qaldı da. Çox bəyənmişdim o fincan dəstini. Amma bu da pis deyil, bunu da bəyəndim. Çox belə qəşəng, şirin görünüşləri var. Əsas da bu sarı rəngə bayıldım. Bu mavi rəngi üçün də ürəyim getdi. Hər bir rəng ayrı-ayrılıqda çox gözəldilər. Ölçü olaraq biraz böyük olsaydı daha xoşuma gələrdi ki, o biri fincan dəstinin ölçüsü biraz böyük idi. Bəlkə də nə bilim qismət olarsa gedib onu da alacağım, çünki gözüm qalıb. Belə nəyə görə belə fərqli rənglərdə aldım? Çünki evdə kofe içən bir tək mənəm. Gələn qonaqlarımızın da çoxsu ilə kofe ilə arası yoxdur. Ona görə sırf özümə almışam da bu dəsti. Hər gün bir rəngində, bir yəni əhvalıma düşən rənginə kofe süzüb içəcəm. Həm də sunumluq, yəni videolarda da qəşəng görsənər deyə düşünürəm. Ona görə belə fərqli rənglərdə aldım. Belə qızlar, o kargomuz bitdi. Gecə günündə isə digər kargom. Bu ayrı-ayrı, yəni ayrı-ayrı günlərdə sifariş etmişəm bu kargoları. Prosta bir gündə gəlib də. Və mən də istəmədim bölüm. Elə dedim, eyni gün, eyni videoda təqdim edeyim sizə iki kargonu da. Və bir də qızlar, bunlar çox gec gəldi də. Təsəvvürləyin ki, hardasa bir ay yaxın çəkdi bu kargolarımın gəlməyi. Bilirsiniz, bir ara kargoların gəlməyində gecikmələr olurdu. Həmən o ərəfədə sifariş etmişdim. Çox gec gəldi. Amma nəhayət ki, gəlib çıxdı. Salamat hər biri, yəni zədələnməmiş halda gəlib çatıb. Və bu bağlamamızı da açdıq içindən. Belə süpürgə çıxdı ilk olaraq. Qızlar, deyərsiniz ki, bu süpürgə nədir, sifariş etmişəm. Burada bundan axtardım. Bilirəm var 100% satışda bu süpürgədən. Amma yəni rastıma çıxmamışdı. Mən də bundan axtarırdım, istəyirdim almaq və gördüm Temuda limitə düşüb, yəni endirimə düşüb. Dedim elə buradan aldım ya Temudan aldım, fərqi nədir? Ona görə də elə Temudan sifariş etdim. Bu isə qızlar nədir? Bundan bilirsiniz, bir neçə dəfə almışam. Bu artıq 3-cü dəfədə alıram. Flash kartdır. Yəni içinə mahnı falan, yəni şəkil, video nə istəsəz yükləmək mümkündür. Bir dəfə özümə almışdım. Daha sonra bir dəfə yenə də qaynanam üçün almışdım. Bu artıq 3-cü dəfədir. Ona görə sifariş etmişəm ki, özümkini qardaşıma vermişdim.
Bunu isə təkrar özümə yenə sifariş verdim. Bu dəfə 2 dəfə verdim. 2 dənəsini sifariş etmişəm ki, birini yoldaşıma verəcəkdim, birini də özümə. Qızlar, bu 2 tərəfli fleş kartdır, çox gözəldir. Bəzi fleş kartlar bilirsiniz bir tərəfli olur. Ancaq yəni kompüterə salaraq oradan yəni mahnı nə istəyirsə, yəni elə yükləmək olar. Amma bunu isə birbaş telefona taxaraq istədiyiniz mahnıları ya videoları ya şəkilləri birbaşa telefondan fleşkaya yükləmək mümkündür. Daha sonra belə bir şey sifariş etmişəm. Bunu bəlkə də görmüsünüz, qarşınıza çıxıb bloqlarda ya nə bilim Temuda falan çıxıb qarşınıza. Kapsul dodaq boyalarıdır. İstədiyim rənglərdir hər biri içində. Bunu niyə görə sifariş etmişəm? Elə çantaya atmaq üçün belə dedim balaca mini dodaq boyaları olsun ki, çantaya ata bilim. Rəngləri də çox yaxşıdır. İstədiyim rənglərdir hər biri. Çoxdan da elə səbətə atmışdım, dedim alaram. Elə bu dəfəki sifarişlərimin içində bunu da vurdum. Belə gəldi, bəyəndim bunu da. Bu arada qızlar, yadıma düşmüşkən deyim, yuxarıda kod yazmışam. Əgər indiyə kimi heç sifariş etmək istəyirsinizsə, həmən kodla sifariş verərək 30% endirim və kuponlar əldə etmiş olacaqsınız. Və onu da deyim ki, bu kodu tətbiq etdikdən sonra ilk 24 saatda yəni aktivdir də həmən kod. Yəni həmən endirimdən yararlanmaq istəyirsinizsə, yəni 24 saat ərzində, yəni bir gün ərzində mütləq sifariş verməlisiniz. Və yaxud ki, qızlar, link də qoyacağam açıqlama bölməsinə. Linkdən də daxil olub eyni ilə bunu yükləyib həmən bu endirimdən yararlana bilərsiniz. Davam edək qızlar. Deməli, bu nədir qızlar? Hətta yəni karqonu açanda, məhsulların içində bunu görəndə özümdə belə dedim, bu nədir, mən sifariş etmişəm. Yadımdan da çıxıb. Sonra girdim sifarişlərim içində, baxdım, gördüm, hə, sifariş vermişəm. Dodaq boyasıdır. Orada yəni yazılmışdı ki, suya davamlıdır. Düzdür, bir dəfə istifadə etmişəm. Boyanın üstündən çəkmişəm. Mən düzdür, tək çəkməmişdim. Bəyəndim, pis deyil, amma belə yəni istifadə etdikcə lap dəqiq biləcəm yaxşı olub olmadığını. Daha sonra özümə yenə də belə altılı dodaq qələmləri almışam. Bunu da yenə də orada rəngləri oxudum. Çoxlu müsbət rənglər var idi. Ona görə də ürəklə sifariş verdim. Həm də orada oxudum, bildim ki, mən istədiyim kimidir də. Belə quru kimi istəmirdim. Yəni quru karandaşlarım var. Quru deyəndə tam yağlı olmayan karandaşlarım var idi. Amma istəyirdim ki, belə yağlı, teksturalı olan bir dodaq qələmləri də olsun. Bu da tam mən istədiyim kimidir. Hətta burada indi əlimə çəkəndə görəsiniz də çox qəşəng yağlılığı var. Belə dodaq boyası kimi. Hətta yəni heç bunu çəkəndə dodaq boyasına ehtiyac da olmur. Bəyəndim bunu da. 6 fərqli rəngdədir. Həm də rənglərdə istifadə edə biləcəyim rənglərdir. Əsas da bu qələmlərdə bəyəndiyim ən çox oldu ki, bu dayı bir də qələm yontandan istifadə etməyə ehtiyac yoxdur. Bu pomada kimi də bildiniz necə açılıb bağlanır. Rahatdır. Burada da hər birini əlimə çəkirəm ki, tam olaraq rənglərini, hansı rənglər var deyə görmüş olasınız. Əsas da burada nəyə fikir verdim qızlar, yəni rənglərini yoxlayarkən, bayaq göstərdiyim o kapsula pomadalar ki var, onların rəngi ilə də bəzi rəngləri ilə uyğun gəlir. Elə ikisini də birlikdə istifadə edərəm. Daha sonra yenə də belə bir dırnaq, bilirsiniz çox alış-verişimdə hər dəfə belə dırnaq dəstə alıram. Mən dırnaqla belə ancaq yapışdırma dırnaqlardan istifadə edirəm, hansısa bir özəl günlərdə ya harasa gedəndə. Yəni bu qoyma qaynaq dırnaq falan istifadə etmirəm də, ancaq harasa gedəndə belə dırnaq taxıram, yapışdırıram daha doğrusu, qayıdıb gələndən sonra da çıxardıram. Çünki dırnaqlarda uzun dırnaqlarda çox qala bilmirəm də. Ona görə də belə dırnaqlardan istifadə edirəm, amma xoşum gəlir, kimdəsə görürəm uzun dırnaqlar, özümdə isə narahat oluram deyə qaynaq dırnaq etdirə bilmirəm. Bunu da çox bəyəndim. Əsas da üstündə bəzilərinin belə çox xırda qəşəng qaş gedir. Onu xüsusi bəyəndim. Və onu da deyim ki, dırnaqların üstündə pilkası, bir də yapışqanı da var idi, amma yapışqandan istifadə etmirəm. Mən xüsusi kley almışam dırnaq üçün, hansı ki möhkəm sabitləyir
həmən kreydən istifadə edirəm. Daha sonra qızlar bir dənə də belə şəkərlik almışam. Şəkər qabı, pesok qabı belə deyək loru dildə. Bunu da yenə də bu bəlkə o kofe dediyim köşəyə qoyaram. Çünki bəzən olur ki, kofeləri şəkərli içirəm. Ona görə də istəyirəm ki, orada əlimin altında olsun. Və daha sonra qızlar bu nədir? Bu da yenə də bir dənə tək fincandır, qəhvə fincanıdır. Bayaq ki dəst idi, bu isə tək almışam. Çünki bu rəng yox idi onun içində. Bu rəngdə istəyirdim olsun deyə bunu da ayrıca sifariş vermişəm. Düzdür, dizayn olaraq biraz fərqlənir. Biraz yox, yəni fərqlənir, amma olsun, əsas odur. Kofe fincanı olsun, mənim üçün fərqi yoxdur. Rəngləri fərqli olsun, əsas odur. Yəni başqa fincanlarım da var, kofe fincanlarım. Onları da başqa bir vloqda yenə də göstərərəm. Bunu da bəyəndim. Rəngi də belə qırmızı, ürək açan bir rəngi var. Düzdür, ölçü olaraq yenə də balacadır, amma olsun, kofeni nə qədər az içsən, o qədər xeyirdir. Çünki bilirsiniz, kofe asıllıq yaradan bir şeydir. Çox içdikcə daha da belə alışqanlıq yaradır adamda. Ona görə elə az-az içmək daha məsləhətlidir. Ümumiyyətcə kofeni elə bu ölçüdə olan fincanlarda içmək lazımdır ki, həm asıllıq yaratmasın, həm də ki, belə təzyiqə falan təsir etməsin. Neysə qızlar, kargomuzun son məhsulunu da açdım. Bu da ki, bunu isə Fuadım üçün almışam. Belə qış üçün düzdür, dəsti. Dediyim kimi çoxdan etdiyimə görə əslində yəni vaxtında sifariş verdim. Soyuq havalarda giyinə bilərdi əgər vaxtında gəlsəydi, amma artıq istilər düşür. Düzdür, yenə də hər də sərində giyinmək olar. Ona görə də yəni gələn kimi, kargonu açan kimi göndərdim ki, nə qədər hələ tam istilər düşməyib, uşaq biraz giyinə bilsin. Belə, bu da çox bəyəndim. Qiyməti düzdür, biraz baha idi, amma yaxşı idi. Keyfiyyəti bəyəndim. Və beləliklə xanımlar, Temudan gələn sifarişlərim bu qədər idi. Hər birini bəyəndim. Siz də əgər bəyəndinizsə fikirlərinizi rəy bölməsində yazarsınız. Və məhsulların arasından bəyəndiyiniz olursa, orada bayaq dediyim kimi kodlar yazmışdım. Həmən kodu Temuda axtarış yerinə yazaraq siz də tapıb sifariş verə bilərsiniz. Neysə qızlar, belə aldıqlarımı hər birini yerləşdirdim. Yuyulmalı olanları da yuyum, istifadədən öncəki təmiz olsun hər biri. Və şərhi də hələ ki burada dayandırıram. Mən bunları yuyum, siz də məni izləyin. Birazdan yenə də qayıdacağım.
Və yudum hər birini qızlar, qəşəng tərtəmiz yığdım ki, suyu çəkilsin. Daha sonra yığaram dolaba. Dedim elə təzə fincanın birində özümə bir kofe də dəmliyim, fincanımın siftəsini edeyim. Burada da özümə bir filtr dedim kofe hazırlayayım. Hazır kofelərdən istəmədim. Dəmləmə nəsə ürəyim kofe istədi. Və belə qızlar, elə videomda sona yaxınlaşır. Mən sizinlə düzdür, hələ bitməyinə var, amma siz izləməyə davam edin. Mən isə sizinlə burada sağollaşım. Bu arada qızlar, yəni videonu montaj etdiyim gün bugün, yəni ayın 7-sidir, martın 7-si. Çox güman ki, videonu ya sabah paylaşaram, yəni 8-i və yaxud da 9-u paylaşacağım. Ona görə də istəyirəm elə fürsət ikən indidən sizi bayram münasibəti ilə təbrik edim. Kanalımın əziz və dəyərli xanımları, hər birinizi səmimi qəlbdən təbrik edirəm. Hər birinizə sevgi, xoşbəxtlik və sağlamlıq arzulayıram. Arzu edirəm ki, həyatınız hər zaman sevincli, gözəl günlərlə dolu olsun. Yəni ancaq gözəlliklərlə dolu olsun. Hər zaman üzünüz gülsün. Heç vaxt nə edim, necə edim deməyəsiz. Tam da ürəyiniz istədiyiniz kimi bir həyatınız olsun inşallah. Arzu edirəm ki, tək bu gün yox, hər gününüz bayram kimi keçsin mənim əzizlərim. Öpürəm hər birinizi, bir daha bayramınız mübarək olsun. Böyle qızlar, istəyirəm burada sizinlə sağollaşım. Ümid edirəm vlogumu sona qədər sevərək, bəyənərək izlədiniz. Və bəyəndinizsə əgər like etməyi, şərh yazmağı və abunə olmağı da unutmayın. Bu bilirsiniz mənim üçün çox önəmlidir sizin dəstəyiniz. Və inşallah ki növbəti vlogda görüşmək ümidi ilə. Bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın.